Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain əmmə bəd. Deməli bizim yenə də böyük günahlar dərsimiz davam eləyir. Allah həmd olsun ki 19-cu dərslik bu barədə, bu mövzuda və yenə də dil haqqında olan günahlardan danışacağıq. Və bilirsiniz ki, dil elə bir orqandır ki, onu insan qorumalıdır. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem zəmanəti var ki, kim dilinə sahib çıxarsa, mən də onun cənnətə girməyinə zəmanət verirəm. Çünki dil çox təhlükəli bir orqandır. Yəni ki, insanın qiyamət günü əməllərini puç eləyə biləcək bir orqandır. Ona görə Allah qorusun, yəni təhlükəli məsələdir, insan gərək qorusun. Və bu gün dilin bəlalarından birini yalan haqqında danışacağıq. Yalan dilin bəlalarındandır. Və yalan elə bir günahdır ki, o möminə yaraşmayan, möminə xas olmayan bir günahdır. Allah Subhanahu taala Nəhl surəsinin 105-ci ayəsində buyurur ki: "İnnəmə yeftaril kəzibellezine la yu'minuna bi ayatillahi və ulaika humul kazibun." Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydurarlar. Məhz onlardır yalancılar. Yəni yalancı kimdir? Allahın ayələrinə inanmayan insanlardır. Və başqa bir ayədə Allah Subhanahu taala Bəqərə surəsinin 10-cu ayəsində buyurur ki: "Və ləhum azabun alimun bima kanu yeksibun." Yəni yalan danışdıqlarına görə onlar üçün ağrılı, acılı bir əzab var. Allah qorusun. Yəni bu da yalanın nəyi cəzasını bildirir Allah Subhanahu taala. Və başqa bir ayədə Allah Subhanahu taala buyurur ki, Cəsiyə surəsinin 7-ci ayəsindəki "Vaylul likulli əffəkin əsim." Hər bir yalancının və günahkarın vay halına. Və biz bilirik ki, böyük günahların tərifində böyük günah nə deyilir? O günah ki, ona vay gəlib, ona lənət gəlib, ona hədə gəlib, o böyük günahlardandır. Və görürsünüz, burada da həm hədə gəldi, həm vay gəldi. Deməli, yalan nədir? Böyük günahlardandır ki, insana deməli, bəla gətirən əməllərdəndir. Və şeyx buyurur ki, Şeyx Fovzan Həfzallah buyurur ki, yalan sadiqliyin əksidir. Yalan sadiqliyin əksidir. Və bir şey haqqında reallıqda olduğundan fərqli məlumat verməkdir yalan. Reallıqda deyil bu, sən fərqli bir məlumat versən, bu nədir? Yalan sayılır. Və əgər bu xəbərlərində, yalan xəbərlərində bilərəkdən bunu edirsənsə, günah qazanırsan, yox bilməyəkdən edirsənsə, ola bilər insan bilməyəkdən yalan danışır, müəyyən bir xəbəri danışırsa, buna görə günah yoxdur. Və ona görə də bu dedik ki, reallığın əksidir. Və böyük yalan böyük günahlardandır və Allah Subhanahu taala və hədəliyir yalan danışanları və buyurur ki, فَنَجْعَلْ لَعْنَةَ اللّٰهِ عَلَى الْكَاذِبِينَ. Sənə elm gəldikdən sonra kim səninlə İsa barəsində mübahisə edərsə, onlara denən ki, gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalancılara Allahın lənət etməsini diləyək. Fikir ver. Yəni ki, yalana hətta Allahın lənəti gəlib. Allah qorusun. Yəni bu da çox təhlükəli günahlardandır. Və şeyx buyurur ki, yalanın növləri var. Yalanın növləri var. Yalan, ən böyük yalanlardan biri də nədir? Allah haqqında yalan danışmaqdır. Allah haqqında yalan danışmaqdır. Və bu necə olur? Məsələn, deyirsən ki, Allah filan şeyi halal yox, haram eləyib yalandan. Və yaxud da deyirsən ki, Allah filan şeyi haram yox, halal eləyib. Yəni, Allahın halal etdiyini haramlaşdırmaq, haram etdiyini halallaşdırmaq. Və Allah Subhanahu taala buyurur ki, Allaha qarşı yalan uyduran və onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Allah qorusun. Yəni ki, insandır, Allah haqqında nə gəldi danışır. Ona görə insan gərək dilini qorusun Allah haqqında. Çünki çox təhlükəli məsələdir. Sən
Allah haqqında yalan danışırsan, çox təhlükəli məsələdir. İnsan gərək bu şeydən özünü qorusun. Və başqa bir ayədə Allah Subhanahu taala buyurur ki, deməli, dilinizin yalana alışdığından dolayı Allaha qarşı yalan uydurmaq üçün bu halaldır, o haramdır deməyin. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar izah tapmazlar. Dünyada onlar üçün az bir mənfəət var. Yəni Allah onlara az bir mənfəət verəcək dünyada. Yəni ki, dünyanı onlar açacaq. Onları ağrılı, acılı əzab gözləri axirətdə. Yəni ki, bu şeydir. Bura çox şey girə bilər. Məsələn, Allahın halal etdiyini haramlaşdırmağa nə girir? İnsanları lazımsız yeri təkfir eləmək. Sən bir insana kafir deyirsənsə, Allaha neyinə ona haram edirsən? Bilmədən cənnəti. Çünki biz bilirik ki, cənnət kafirlərə halal haramdır. Zərrə qədər də onun neymətindən kafirə verilməyəcək. Və sən öz dar elminlə düzgün düşünmədiyinə görə insanı təkfir edirsənsə, sən bilginən ki, sən Allah qarşısında xeyir qazanmırsan. Əksinə, Allahın dinində yalan danışanlardansan. Çünki sən hökm verirsən və sən deyirsən ki, bu adam Allah yanında kafirdir. Təhlükəli məsələdir. Və həmçinin də bilirsiniz ki, Allah haqqında elmsiz danışmağı, hətta bəzi alimlər deyirlər ki, ayəyə görə nədir? Şirkdən də böyük günahdır. Hansı ayəyə görə? Ərəf surəsi 33-cü ayəyə görə. Allah Subhanahu buyurur ki, "Qul innema harrama rabbiyal fawahişə ma zahara minha və ma batan vel isma vel bagya bighayri'l haqqi və an tushriku billahi ma lam tunzil bihi sultana və an taqulu alallahi ma la ta'lamun." Fikir ver. Günahlara ardıcıl gətirdi Allah Subhanahu burada. De, kimə deyir Allah Subhanahu peyğəmbərə, insanlara denən, Rəbbim həm aşkarda, həm də gizlində edilən pis əməlləri, bu bir. Hər cür günahı, haqsız yerə zülm etməyi, sonra deyir, Allahın haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi ona şərik qoşmağınızı və ondan sonra nə deyir? Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyinizi haram buyurub. Və alimlər gətirirlər ki, fikir verir, Allah Subhanahu burada Allah haqqında biliksiz danışmağı şirkdən sonra gətirdi. Və bu da onun nə dərəcədə böyük günah olduğunu bildirir. Yəni sən Allahın dinində şəriət qoyursan sanki. Bir şey halaldır, bir şey haram deyirsən. Bir şey haramdır, sən halal deyirsən. O insan gərək danışdığı hər bir şeyin dəlili olmalıdır onda. Dəlil yoxdursa danışma. Və yaxud da həmçində bir şey var burada ki, bax gör, bu sənin sahəndir, danış. Bu sənə aid olan məsələdir, danış. Aid deyilsə, vallahi onu burax aid olanların ümidinə. Yəni, özün haqqında, özü o şeyə təhlükəyə salma. Ona görə insan bir şey haqqında danışsa artıq məsuldur. Ondan soruşulacaq. Çünki Allah nə deyir? Bilmədiyi şey haqqında, bilməyən şeyin dalınca getməyin. Çünki insanın orqanları soruşulacaqlar. Qəlbdir, əldir, ürəkdir. Hamısı soruşulacaq insan haqqında. Sən danışdın, artıq sənin o söz ağzından çıxırsa, artıq cavab verəcəksən. Və həmçində Allah haqqında yalanlardan biri də Allaha şərik qoşmaqdır. Şirk nədir? Allaha atılan böhtandır. Halbuki Allah Subhanahu taala ibadətdə də, rububiyyəsində də, uluhiyyəsində də təkdir. Və sən Allaha şərik qoşmaqla ən böyük böhtan atsan Allaha. Allaha ortaq qoşursan, ona övlad nəsib edirsən. Necə ki, Yahudilər və Xristiyanlar ona övlad nisbət edirlər. Bunlar hamısı Allaha atılan böhtan və yalanlardır. Və həmçinin də yalanlardan nədir? Allahın əsma və sifətində olan yalanlar. Yəni ki, Allah haqqında yalanlar. Və biz əsma və sifətdə ümumi qayda nəyə götürmüşük? Allahın adlarının hər birinin mənası var. Vəsflərinin özünə xas mənası var. Və o mənaları Allahdan başqa biz bilirik, lakin keyfiyyətini Allahdan başqa heç kəs bilmir. Keyfiyyətini Allaha həvalə edir. Lakin bidət əhli nə edirlər? Bəziləri mənalarını yozurlar. Başqa şeylərə. Ələ qüdrət deyirlər. Ərşi istivaya, ərşi zəbt eləmək deyirlər. İstəvlə deyirlər. Və yaxud da məsələn, Allahın gəlməsinə qiyamət günü Allahın qüdrətinin gəlməsi deyirlər. Və s. Hamısı Allah haqqında yalanlardır. Və həmçində bəziləri tamamilə inkar edirlər. Deyirlər ki, Allahın adlarının və vəsflərinin mənası yoxdur. Sadəcə vəsfdir, məna yoxdur onda. Hamısı Allah haqqında deyilən yalanlardır. Və həmçində insanın Peyğəmbər sallallahu aleyhi ve sellem haqqında yalan danışması ən böyük yalanlardandır. Yəni ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bunu haram eləyib və ya da halal eləyib. Və həmçində bu şeyə nə daxildir? Allah qorusun. Uydurma hədisləri, zəif hədisləri danışmaq. Xüsusən də uydurma hədisləri. Uydurma hədis nədir? Sən Allah Rəsulunun demədiyi bir şey deyirsən
və deyirsən ki, bu Allah Rəsulundandır və insanları bu hədisə əməl etməyə çağırırsan. Allah qorusun, təhlükəli məsələdir. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisində buyurur ki, "Mən kəzəbə aleyyə mutəammidən fəlyətəbəvvəə məq'adahu minən-nar." Kim bilərəkdən mənim adımdan yalan danışarsa, cəhənnəmdə öz yerini tutsun. Yəni Allah Rəsulunun adından yalan danışmaq adi birimizin adından yalan danışmaqdan fərqlidir. O təhlükəli məsələdir. Yəni ki, biz hədisin isnadını bilmədən, bir hədis haqqında məlumatın olmadan onu yaymaq. Bugün də xüsusən bunlar çox yayılır. Görsən, qardaşlar bəzi insanlardan götürürlər, yayırlar. Fərqinə varmadan ki, bu hədis uydurmadır, və yaxud da bu hədisin əsli yoxdur. Ehtiyatlı olmaq lazımdır. Yəni, səhi mənbələrdən götürmək lazımdır məsələləri. Ona görə təhlükəli məsələdir bu şeylər haqqında. Yəni, bu Allah Rəsulunun adına birbaşa yalandır. Və həmçində yalanın növlərindən alimlər haqqında yalan danışmaqdır. Alimlərin adından o yalan uydurmaqdır. Məsələn, məsələləri, hökmlər, fətvalar barəsində onların demədiyi sözləri onlara aid etmək. Filan alim filan fətvanı verib. Filan alim belə deyib, burada onu qəsd eləyir. Sən hardan bilirsən ki, onu qəsd eləyib alim? Ona görə alimləri düzgün şəkildə başa düşmək lazımdır. Alimlərin fətvaları ilə elm qurmaq, din qurmaq düzgün deyil. Fətva verilən sualın cavabıdır. Elm isə tamam başqa şeydir. Ona görə insan gərək bu şeylərə diqqət etsin. Bugün görsən, bəzi insanlar alimlərin fətvalarından istifadə edib, insanları təkfir edirlər, insanlara müəyyən böhtanlar atırlar. Bunlar hamısı alimlər haqqında atılan yalanlardır. Hətta bildiyim qədər alimlərdən deyənlər olub ki, yəni halallıq vermirlər. Sən alim haqqında danışırsan, o fətvana görə hansı fəsadlar çıxara bilərsən. Yəni, xüsusən də böyük alimlər var ki, olan adından istifadə edirsən, insanları aldadırsan. Ona görə təhlükəli məsələlər. Yalan ümumiyyətlə heç vaxt xeyir gətirmir. Həmçində yalanların növlərindən deməli, alış-verişdə, nigahda və digər müamilələrdə insanın yalan danışması. Əgər bizim şəriətimiz qeyri-müsəlmanlara qarşı yalan danışmağa icazə verməyibsə, istər ticarətdə, istər nigahda, hər bir şeydə, gör indi müsəlmana qarşı bunu eləmək necə, yəni ki, məsələdir. Ona görə də insanın həmçində yalana düşməsinin şeylərindən bir də xəbərləri düzgün şəkildə araşdırmamaq, dəqiqləşdirməmək və bu xəbərləri yaymaq. Xüsusən də bunu kim edir bu günləri? Bu günləri nəmmamlar və yaxud da ki, məsələn, insanların arasını vurmaq üçün hərəkət edənlər, dövlət başçıları haqqında araşdırmadan bugün xəbərlər yayılır, görsən, danışır insanlar. Hansı fasik insanların internetdəki müəyyən şeylərini insanlar götürüb danışır. Onlar öz məqsədlərinə görə bu şeyləri danışırlar. Sən onları götürüb yayırsan. Halbuki baxırsan ki, sonradan onlar özləri dindən mövzu düşəndə sənin əleyhə danışırlar. Dinin əleyhində danışırlar. O adamın xəbərini necə götürüb sən yaya bilərsən? Ona necə etimad edə bilərsən? Onlar üçün zaten heç nəyə marağı yoxdur. Onlar əsas kanallarının reytingini qaldırmaq üçün danışırlar və özlərinə adam yığmaq üçün danışırlar. Müsəlman dəqiq olmalıdır. Müsəlman bu məsələlərdə dəqiq olmalıdır. Bax, Allah Subhanahu taala nə buyurur? Ya eyyuhellezine amanu, ey iman gətirənlər. Xitab kimədir? Xitab kimədir? İman gətirənlər. Onlar kimlərdir? Biz. İn ca'akum fasiqun, sizə bir fasik gəldiyi zaman binəbəin, bir xəbərlə fətəbəyyənu, onu araşdırın. Ən tusibu qavmən bi cəhələtin fətusbihu alə mə fəaltum nadimin. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra etdiyinizə görə peşman olarsınız. Fikir ver. Yəni fasik kimdir? Fasik o insandır ki, baxırsan ki, böyük günahları var, düzgün əməl sahibi deyil. Bugün görün nə qədər bu fasiklərin xəbərlərini qardaşlar etimad edirlər. Ona görə Allah qorusun, bugün ümmətdə hələ ən çox yayılan fitnələrin əsas səbəbi insanların belə fasik insanlara inanması, onlara deməli güvənməsi və bunun səbəbi ilə də peşmançılığın gəlməsidir. Sonra araşdırırsan ki, subhanallah, baxırsan o şeyxlərdən biri olur, oturur belə məclisdə bir halqa düzəldir. Tələbəsinə deyir ki, mən sənə bir dənə söz deyəcəm, sən də ona de, yanındakına. Şeyx buna deyir, bu da buna, bu da buna. Bunu fırlan gəl şeyxə təmiz söhbət tamam başqa 2-3 dənə əlavə artırma ilə gəlib çatır. Hələ bir halqanın içində. Şeyx deyir, görürsünüz, mən heç belə deməmişdim, mən bu şeyləri əlavə eləməmişdim, mən sizə. Biz adə öz aramızda. Yəni, məsələn, belə şeyxlər misallar çəkirlər ki, deyir ki, mən bu telefonu satıram qardaşa, lakin telefon kitayındır. Məsələn, qardaş bunu eşidir, gedir ki, Mahmudun telefonu
Kitayın telefonu yaxşı telefon deyil. Artıq bir dənə yaxşı deyil sözündə qoydu. Kitayın eşitdiyinə görə. Yəni, mən soruşuram, qardaş, hardan bildiniz ki, yaxşı deyil? Deyir ki, Kitayın dedim, Kitayın orijinal malıdır. Bu nə bilirsən ki, yaxşı deyil. Ona görə insan təsəbbut eləməlidir. Hər şey dəqiqləşir. Xüsusən müsəlman. Müsəlmanın sözü də əməli kimi dəqiq olmalıdır. Aydındır. Ona görə əhlüsünnə bu şeydə həmişə sadiqlər kimi tanınıblar. Və həmçinin də Allah Subhanahu deyir, onlar üçün ağrılı, acılı əzab vəd edib. Əzabun əlim deyib. Onlar üçün ağrılı, acılı əzab var. Ağrılı, acılı. Və yaxud da başqa bir ayda olsun ki, vaylun likulli əffəkin əsim. Hər bir yalancının və günahkarının vay halına. Yəni Allah Subhanahu onları vay adlandırır. Vay yaxşı söz deyil ümumiyyətlə. Bəziləri cəhənnəmdə bir dərədir. Şeyx Fovzan deyir ki, vaidun şədid, yəni şiddətli vaid, əzab. Kimi üçün əffək kimdir? Çoxlu yalan məlumatlar yayan. İfk nədir? İfk hadisəsi. Bilirsiniz, məşhur hadisədir ifk hadisəsi. Nədir ifk hadisəsi? Ayşə radiyallahu anh həyatından böhtan. İfk geçirdi, yəni ki, İslamda ifk, yalan. Ayşə anamızı görürsünüz, necə iftira atmışdılar. Hətta o iftirayı bəzi salih insanlar da düşmüşdülər. Görsən, yəni, insan inanmasın, hər şeyə şey eləməsin. Bax, məsələn, ümumiyyətlə, sələflər həmişə özlərini aşağı görüblər. Əməl sahibi olmalarına baxmayaraq, dillərini qoruyublar. Dillərini çox artıq şeylərə yükləməyiblər. Hətta özləri haqqında doğru şeyləri belə deməyiblər. Qorxublar. Ümumiyyətlə, bir mömin həmişə bilməlidir ki, onu bu əmələ müvəffəq edən Allahdır. Sənin öz gücünlə deyil, vallahi. Əgər sənin öz gücünlə olsaydı, sən insanları çağıra bilərdin öz yoluna. Onlara göstərə bilərdin, o qəlbi ələ ala bilərdin, amma mümkün deyil. Sən qurtara bilmirsən insanları oddan. O qədər insanlar var ki, biz istəyirik ki, onları oddan qurtarsın, amma qurtara bilmirik. Nuh Aleyhisselam 950 il çalışdı, nə övladı, nə zövcəsini. Hətta gəlir təfsirlərdə ki, zövcəsi Nuh'a deyir ki, çıxıb cəmaatın içində o dəlidir deyir. 950 o boyda Peyğəmbər zövcəsini dəvət eləyə bilmədi. Oğlunu dəvət eləyə bilmədi. Oğlunu gəmiyə mindirə bilmədi. Ona görə yəni bizim işimiz deyil. Necə ki, bax, gəlir məsələn Bilal radiyallahu. Məsələn, Bilal radiyallahu bilirsiniz kimdir? Bu ümmətin ən xeyirli insanlarından biridir. İslamın ilk vaxtlarında iman gətirən kölələrdən biridir. Bu İslama görə nələrindən keçməyib o, nə əziyyətlər görməyib o. Bir gün Bilal radiyallahu Bəni Hisil qəbiləsindən olan bir qəbiləyə öz qardaşı Xalid üçün elçi gedir. Öz qardaşı üçün elçi gedir. Və elçi gedəndə gəlir cəmaata deyir ki, yəni ki, qardaşını qızı almaq üçün da biz sizin deyir, tanıdığınız kəslərik. Yəni özlərini vəsf edir də. Deyir, biz 2 qul idik. Qardaşı ilə özünə deyir. Sübhanallah fikir və Bilal radiyallahu görünə deyir. Biz 2 qul idik deyir. Allah bizi azad etdi. Qulluğunu azad etdi. Deyir, biz azmışdıq. Allah bizə hidayət verdi. Biz yoxsul idik deyir. Allah bizi varlandırdı. İndi isə mən deyir, qardaşım Xalid üçün filan kəsin elçi gəlmişəm. Əgər onu evləndirsəniz dediyim kimi, istədiyim versəniz o qızı mənə, qardaşıma, deyir, Allah həmd olsun. Yox, əgər rədd etsəniz deyir, Allah böyükdür, ən böyükdür deyir. Allah akbar, yəni çıx verəcəyik, iman gətirəcəyik. Qəbilə üzvlə baxırlar bir-birlərinə, ki, bu Bilaldır deyir, bunu tanımırsınız deyirsiniz. Və qardaş, onun sadiqliyinə görə verirlər qızı qardaşına. Sonra ayrılandan sonra Xalid Bilala deyir, Allah sənə əfv eləsin deyir. Niyə bizim İslamdakı əməllərimizi demədin ona? Biz belə idik, biz həl olmuşuq, biz həl olmuşuq. Subhanallah. Necə bizim döyüşlərimizdən bəhs eləmədin? Niyə bizim o üstünlüklərimizi demədin? Bilal deyir ki, sus deyir, sakit ol deyir. Mən doğru danışdım deyir. Bu doğruluğumun sayəsində də Allah bizi asanlaşdırdı, səni evləndirdik deyir. Fikir ver. Yəni, özünü tərifləməyi sanki yalan bilirdi. Yəni, o boyda Bilal əgər belə deyirsə, biz nə danışa bilərik İslamda özümüz haqqında. Yəni, hər şey Allaha nisbət eləmək. Yəni ki, bu hamısını bizə Allah verir. Görsən, ona görə, yəni, baxın, bu ümmətin ən xeyirli azan verənlərindən idi. Peyğəmbər azan verəni idi. Yəni, səhv eləmirəmsə, cihadda da şəhid oldu, səhv eləmirəmsə, bildiyim qədər. Yəni ki, o boyda Bilal özünü tərifləmədi. Ona görə də sadiqlik insana həmişə xeyir gətirir. Necə ki, bir hədisdə, İbn Məsud radiyallahu gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, doğruluq adamı yaxşı işlər görməyə yönəldir. Yaxşı işlər isə adamı hara aparır?
cənnətə. Həqiqətən adam deyir, o qədər doğru danışar ki, nəhayət Allah yanında sadiqlərdən, siddiqlərdən sayılır. Yalan isə adamı günah işlərə yönəldir. Günah işlər də adamı cəhənnəmə aparır. Həqiqətən adam deyir, o qədər yalan danışar ki, axırda Allah yanında yalancılardan sayılır. Həqiqətən. Və başqa bir hədisdə də Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kişi davamlı olaraq yalan danışar və yalan danışmağı, çalışmağı da israr edər. Çalışır ki, ancaq yalan danışsın. Dilini yalanı öyrəşdirsin. Nəticədədir, onun qəlbinə qara bir nöqtə əmələ gələr, sonra bütün qəlbin o nöqtə bürüyər və o Allah yanında yalancılardan yazılar. Həqiqətən baxın, bir adlı sidq, yəni ki, reallıqla uyğun olan bir şeydir. Ona görə də müsəlman nə qədər sadiqliyə sarılarsa, sadiq əməllər eləyərsə və daima əməllərində, sözlərində xeyr axtararsa, dilini xeyrə öyrəşdirərsə, danışdıqlarını araşdırarsa və bunun üzərində davam edərsə, onun artıq xüsusiyyətinə çevirilər. Artıq insan sadiq olar, siddiq olar. Ona görə də deyirlər ki, sadiqlə siddiq arasında fərq nədir? Sadiq deyirlər ki, danışdığını doğru danışır. Siddiq isə həm doğru danışır, həm də hər eşitdiyini araşdırıb danışır. Fikir verin, siddiq budur. Yəni onun həm sözü doğrudur, həm də başqaları haqqında verdiyi xəbərlər də bilirsən ki, doğrudur. O araşdırıb öz başına isə danışmır. Onu etibar edirlər. Ona görürsən, bütün hədis ravilər nədir? Siddiqlərdir, sadiq insanlardır. Allahın Rəsulunun hədisləri onlara etibar olunur. Saduq deyirlər ona. Həzər ravi saduq. O deyir, doğru danışandır. Heç vaxt yalan eşitdiyim ondan. Bunlar adlarla tanınırlar. Ona görə də görürsən, insan da sadiq olanda artıq onu bütün xeyirləri cəm eləyir və cəm elədiyi zaman da insanı hara aparır? Cənnətə aparır. Yəni insan təbii ki, xeyir əməl elədiyi zaman nədir? Cənnət əhli olur. Və bilirsiniz ki, siddiqlər kimlərdən sonra gəlirlər ayədə? Yox, nəbilərdən sonra. Bəli, Allah Subhanahu buyurur ki: "Fəulaike ma'allezine en'amallahu aleyhim minən-nəbiyyin və siddiqin və şuhada'i və salihin və hasuna ulaike raqiba." Rafiqa. Allah bizi onlardan eləsin. Allah Subhanahu deyir ki, onlar, yəni Allaha və Rəsuluna itaat edənlər Allahın nemət verdiyi nəbilərlə, siddiqlərlə, şəhidlərlə və salih insanlarla bərabər olacaqlar. Onlar necə də gözəl dostlardır. Bax, fikir ver. Əsl dost budur. Qiyamət günü də və bu dünyada da bir-birinə bunun üzərində dostluq edənlər, Allaha itaət üzərində bir-birinə kömək edənlər və günahlarda bir-birindən, yəni ki, bir-birinə mane olanlar ki, insan günahlardan uzaq olsun. Ona görə də insan nə qədər sadiq olarsa, Allah yanında da sonda siddiqlərdən, sadiqlərdən sayılır. Və bu ümmətin ən böyük siddiqi də kimdir? Abu Bakr radiyallahu ki, o da bilirsiniz ki, Allah Rəsuluna bağlandığına görə, imanına görə, necə ki, ailə gəlir ki, hədisdə gəlir, sələflərdən gəlir ki, deyir, Abu Bakr nə bir gecə namazı gəlib, sələflərdən gəlib də, nə bir gecə namazı gəlib, nə bir ibadəti gəlib də, amma deyir, nə üçün o siddiq oldu, o ən üstün insan oldu? Qəlbindəkinə görə, o imana qarşı. Yəqin idi. Yəni gəlib ona deyəndə ki, ya, o haçan siddiq adı aldı? Bilirsiniz də o qissəni. Gəlib ona deyəndə ki, ya, bəs dostun eşitdin nə danışıb? Artıq 7 səma ilə qalxıb. O baxır da, əlhəmdülillah deyir, mən ondan da deyir, ağrına iman gətirdim ki, 7 səma o yandan ona vəhiy gəlir. Mən buna da iman gətirirəm deyir. Yəni o Allah Rəsulü nə gəlirdisə inanırdı və əməntu eşitdim və səmiyyət və əməntu, yəni eşitdim və iman etdim. O sözü deyərdi. Amma yalan isə təbii ki, insanı yəni ki, pisliklərə yönəldir, insanı düzgün yoldan çıxarır, Allah itayətlərdən çıxarır və onu günahlara salır. Və günahlar da Allah qorusun insanı cəhənnəmə aparır. Xülasə budur ki, doğruluq cənnətə daxil olmağa bir vəsilədir, yalan isə cəhənnəmə aparan bir vəsilədir. Ona görə də insan bu öldürücü bəlalardan özünü qorumalıdır. Xüsusən də bu yalanın yayıldığı bu dövrdə, bu yalanın yayıldığı bu şeylərdə laqeyd olmalı deyil. Qardaşlar, mən bax, hərdən görürəm, məsələn, bəzi qardaşlarımızın statuslarını. Yəni, yaxşı şeylər paylaşmaq lazımdır ki, insanlara xeyir verəsiniz. Bidət əhlinin lazımsız şeyləri paylaşmayın. Bu, həm sənin özünə günah gətirir, həm də ki, sənin statusuna baxan hər kəs bu şeydən faydalanırsa, istifadə edirsə, ona da günah gətirirsən sən. Ola bilər, insanın imanı zəif olar, davamlı olar, baxar sənin statusuna, izləyər onu və o da götürüb paylaşar.
Elə zəncirvari gör günahlar hara aparıb çıxarar səni. Ona insan təhlükəli məsələ, nə bir faydalı şey paylar, bir Quran, bir hədis, bir xeyirli şey, dərs paylar. Və bu gün bizim əlhəmdülillah çox əfsuslar olsun ki, dərslər paylaşılmır. Çox əfsuslar olsun. Qardaşlar bilməm niyə paylaşmırlar. Sən bu dəvətin yayılmasında bir iştirakçısan. Hər kəs borcludur ki, bu dəvəti yaysın. Danışa bilmirsən, elm kəsə bilmirsən, tələbələrin dərslərini yay. Bu bizim cəmaatımıza verilən ən böyük nemətdir. Niyə görə bilirsiniz? Buxarinin vaxtında belə şey yox idi. Adi insanlar Buxarı necə dərsdən yaya bilirdilər? Telefon yox, internet yox, şey yox. Amma bugün sənə Allah sana görə necə imkan yaradıb ki, sən elm əhlinin dərslərini yaya bilirsən. Düz deyil? Sən ki, Allah sənə nemətinə baxır sənin. Bütün Azərbaycana bunu yaya bilirsən. Mən sənə, sən ona, o ona. Və hər ailə ola bilər ki, vallahi sənin səbəbinlə o qardaşının dərsi gedib bir ailəyə çatsın, Allah hidayət olsunlar. Hidayət olsun. Ona görə insan gərək, hətta bir dəfə eşitdim mən, Abu Zeyd müəllim haqqında bir nəfər danışırdı ki, Naxçıvandan deyir ki, biz ailəvi şeydik. Qardaşın dərsinə görə bütün ailəmiz tövbələdir. Yəni, görürsən, əlhəmdülillah, Allah subhanə, sən bilmirsən, xəbərin yoxdur ki, kimsə dəvət eləmirsən. Bir qiyamət gəlir ki, Allah subhanə, sənin səbəbinlə nə qədər insanı İslama gətirib. Ona görə insan gərək belə şeylərdə diqqətli olsun. Həmçində bayaq keçdiyimiz hədisdə də insan yalan danışmağa davam edər və yalan danışmağa israr edər. Nəticədə onun qəlbi qaralar və qəlbinə bir nöqtə düşər və bütün qəlbini qaraldar. Bu da sanki nəyə oxşayır? Yəni o güzgüdə olan bir ləkə olur, paltarda olan bir ləkə olur, sonra bütün paltarı bürüyür. Amma insan görsən bütün dünyada, bütün əşyalarda olan ləkələrini təmizləmək istəyir, narahat olur. Amma bir dənə qəlbidir ki, qəlbinə düşdüyü ləkəyə narahat olmur. Əksinə görsən qəlbin bürüyür. Allah Subhanahu taala nə deyir? Kəllə bəl rana ala qulubihim ma kanu yaksibun. Onların qəlbləri nəyə görə o korlandı? O əməllərini qazandığı şeylərə görə. Əməllər səbəb olur ki, qəlbi qaraldırsın. Qəlb qaralır. Ona görə deyirlər ki, qəlbin təmizliyindəndir ki, insanın əməlləri salih olsun. İnsan salih insansa bilirsən ki, onun qəlbində də xeyir var, fayda var. Və sonuncu hədisimiz də Peyğəmbər sallallahu əleyhi və səlləmdən demək Safvan ibn Süleymdən gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmdən soruşurlar ki, mömin qorxaq ola bilərmi? Deyir, bəli. Deyir, mömin xəsis ola bilərmi? Deyir, bəli. Deyir, mömin yalancı ola bilərmi? Deyir, xeyr. Fikir verin. Və bir başqa hədisdə də Peyğəmbər sallallahu əleyhi və səlləm İbn Ömərdən gələn İmam Tirmizinin Həsən dediyi hədisdə İbn Ömərdən gəlir ki, qissədə deyir ki, əgər qul yalan danışarsa, mələk onun gətirdiyi pis qoxuya görə ondan müəyyən məsafədə uzaqlaşar deyir mələklər. Fikir verin. Ona görə də bu iki qissədə birinci hədisdir. Deməli Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, mömin qorxaq ola bilərmi? Deyir, bəli, mömin paxıl ola bilərmi? Simiz o deyir, bəli. Mömin yalancı ola bilərmi? Deyir, xeyr. Niyə görə bilirsiniz, qardaşlar? Çünki qorxaqlıq ola bilər, Allah Subhanahu insan qorxaq yaratsın. Onun yaradılma sifəti olsun. İnsan simiz olsun. Ola bilər, Allah Subhanahu özünə yaratsın. Bunlarda haçan insan günah qazanır? Kim deyər? Haçan günah qazanır insan bunlarda? Əgər bu qorxaqlıq, bu simiclik Allahın vaciblərindən uzaqlaşdırarsa, Allahın haramlarını onu salarsa, bu onda ona günah qazandırır. Amma daxilən insan belə ola bilər. Məsələn, simidsən, Allah sən belə yaradıb. Amma sən nə edirsən? Nəfsinlə mücadilə edirsən, nəfslə cihad edirsən, bunu Allahdan bir imtahan bilirsən, özünü islah edib sədəqə verirsən, zəkat davı verirsən. Qorxaqsan, Allaha yalvarırsan, dua edirsən, qorxduğun şeylərin üstünə gəlsən. Nabəl möhkəm olursan, vallahi Allah Subhanahu taala sonradan səni o əleyhinə çevirir. Sənə mərdlik verir. Sənə əlaçılıq eləyir. Cihad edirsən, qalib gəlsən. Amma Allah heç vaxt heç kəsi yalancı yaratmır. Yalançılığı sən özün qazanırsan. Ona görə insan, mömin heç vaxt yalancı ola bilməz. Mömin əslində sadiq insan olmalıdır. Və ikinci də, necə keçdik, İbn Ömərdən gəlir ki, insan əgər, belə deyək də, yalan danışarsa, mələk onun gətirdiyi pis qoxuya görə ondan müəyyən məsafədə uzaqlaşır. Və şeyx də burada buyurur ki, əgər insan hətta insan bir dəfə deyir, yalan danışarsa deyir, onun deyir, əməllərini yazan, onun sözlərini yazan mələk, onun deyir, gətirdiyi pis iyə görə ondan aralanır deyir. Hətta məsələn, gətirirlər ki,
yəni onu qoruyan mələklər və digər mələklər ondan qaçırlar. Və biz də bilirik, buradan görürük ki, günahların iyiləri var. Elə iyilər var ki, onları biz hiss eləməsək də mələklər hiss eləyirlər. Onun sələflər deyərdilər ki, əgər günahlardan iyi gəlsəydi, həqiqətən o iyi çıxsaydı üzə, heç kəs çölə çıxmazdı deyir. Ona görə də sahabələr bəzən qeybətin iyini hiss eləmişdilər. Niyə görə? Çünki onlar o qədər qeybətdən qaçırdılar ki, Allah Subhanahu onlara qeybətin iyini hiss elətdirmişdi. Bir dəfə otururlar, görürlər ki, bir dənə pis iyi gəldi. Deyə yalnız bu nədir? Deyir, hansısa bir qövm möminlərin qeybətini elə onun iyidir deyir, çıxıb. Amma deyir, biz niyə o iyi hiss eləmirik? Çünki deyir, biz o qədər üfunət içində oturmuşuq ki, o üfunət iyini daha hiss eləmirik. Sanki əvvəlki o iyi bizim iyimizdir. Necə ki, bir insan murdar bir yerdə işləyir, daim o içindədir, qıraqdan gələn o hiss elə bilir. Amma bu o iyi hiss eləmir, çünki daim onun içindədir. Biz də o qədər günahların içindəyik ki, o iyiləri hiss eləmirik. Amma mələkləri Allah Subhanahu o iyi hiss elətdirir. Ona görə də insan gərək gör günahın necə murdar iyi var ki, mələklər belə ondan qaçırlar. Allah Subhanahu istəyirəm ki, Allah Subhanahu bizə işli faydalanlar eləsin. Bizim Allah bilir və sallallahu nəbiyyinə Muhammedin və alə alihi və sahbihi ecmaîn.